əldə etdiyinizə görə bugünkü günün əhəmiyyətini onlara öyrədib, izah edib və beyinlərinə həkk etmişsiniz. Bəli, uşaqlar, bugün bizim Azərbaycan dövlətimizin, Azərbaycan Respublikamızın, dövlətimizin prezidenti, Ulu Öndərin yadigarı Cənab Prezident İlham Əliyevin həm də doğum günüdür. Gəlin biz onu bir gözəl alqışlarla təbrik edək. Prezidentimiz bizi qalib ölkə kimi tanıtdırdı bütün dünyaya. 30 illik bir cəfanı çəkdi o. 44 illik müharibə dövründə daim səngərlərdə oldu. Əskərlərlə bir yerdə vuruşdu. Yəni sonda sizin belə məğrur, bəzəkli, qürurlu gənclər kimi gənc olaraq çıxış etməniz üçün şərait yaratdı. Allah ona xeyirli can sağlığı versin, başımızın üstündən əskik olmasın. Bir daha hamınızı təbrik edirəm.